Doktor, siz bizim ailə həkimimizsiniz. Sizə olduqca minnətdarıq. Siz mənim yoldaşımın həyatını qurtarmısınız demək olar. Mənim həyatımı daha doğrusu qurtarmısınız. Qaynanamı indi gətirmişik sizin yanınıza. Ən əsası da bizim bir ailə dostumuz var. Onun həyatını qurtarmısınız. Ölümdən qurtarmısınız. Mədə xəstəliyi ilə gəlmişdi, ağrısı ilə gəlmişdi. Siz onu ürək diaqnozu qoydunuz, göndərdiniz. Bir gün ömrü qalmışdı demək olar ki, onun siz həyatını qurtarmışsınız. Allah sizdən razı olsun. Minnətdarıq sizə, çox sağ olun. Əslində, siz dediyiniz həmin Firdovsi müəllim mədə şikayətləri ilə bizə müraciət etmişdi. 2 il öncə təkrar yenə gəldikdə bildirdi ki, doktor yenə mədəm ağrıyır, sinəm yanır. Təbii ki, mən onu müayinə etdim və kardioloqun baxışına göndərdim və infarkt çıxmışdı. Kəskin miokard infarktı keçirmişdi. Hətta stent yox, açıq ürək əməliyyatına göndərdik. Bilirsiniz, önəmli olan nədir? Önəmli olan diaqnozu qoyub xəstəni vaxtında düzgün yönəltmək. Əgər mədə problemi varsa, ona yönəltmək. Əgər qaraciyər xəstəliyi varsa, onu müalicə etmək. Əgər kardioloqdirsə, kardioloqa yönəltmək. Bunlar çox önəmlidir. Unutmayın ki, erkən diaqnoz həyat qurtarır. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.